Hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Bugün sizlərlə belə bir testin izahına baxmaq istəyirəm. İsim mövzusuna aid bir testdir və çox maraqlıdır. İstədim izahını sizlərlə bölüşüm. Həm qəbula, həm də buraxılışa düşə biləcək tipli testlərdəndir. Ona görə də maksimum diqqətli olmanızı xahiş edirəm. Gəlin baxaq. Bizdən nə istəyir? Ümumiyyətlə şərti oxuyanda biraz diqqətli olaq ki, şərti səhv oxumağımızın ucbatından testi səhv yazmayaq. Bizdən nə istəyir? Ələyim isminin təhlilinə bağlı hansı fikir doğrudur? İsim deyirsə, deməli bunun feil versiyası da var. Yəni hər hansısa bir başqa nitq hissəsi kimi də işlənə bilir. Yaxşı. Bəs hansı nitq hissəsi? Ümumiyyətlə isim kimi necə olur? Ələyim ismi, yəni mənim ələyim, onu ələmək üçün olan bir əşya. Amma desəm ki, mən onu ələyim, nə edim desəm, artıq feil formasında olacaq. Ona görə də feil və isim kimi təhlilləri fərqlidir. İsim kimi gəlin təhlilinə baxaq. Burada əl sözün kökü olacaq təbii ki də. Əldən nə yaranır? Ələmək. Yəni mən əlimlə ələyirəm. Ələməkdən isə ələk yaranır. Çünki bu ələk əşyasından söhbət gedir. Onu ələmək üçün olan ələkdən. Aha, deməli buradakı y bitişdirici deyil. K-yı əvəzləməsi olan y-dır və bizim k leksik şəkilçimiz var. İm də mənsubiyyət şəkilçisidir, çünki mənim ələyim olduğunu göstərirəm. Yaxşı, bəs bunun feil versiyası necədir? Onu da burada yazım. İndi buna baxırıq. Nə edim? Ələyim. Yenə də hər ikisinin kökü əl olaraq gedir. Feil olanda da kökü əldir, isim olanda da. Əldən ələmək, burada artıq y bitişdiricidir. Nə edim? Ələyim əmr edir. Bu da əmr şəklini, yəni şəxs sonluğudur. Aha, deməli, İsim kimi təhlili tamam fərqli görürük, feil kimi təhlili fərqli görürük. İndi bizdən isim kimi istədiyinə görə gəlin isim olaraq variantlarla gedək. Bunu silim, isim olan qalsın. Yaxşı, deyir ki, amonim kimi işlənə bilir. Amma nahaq sildim. Gəlin bir dənə də yazım. Yaxşı. Deyir ki, bizə amonim kimi işlənə bilir. Hə. Buradan çıxış eləyərək, çox vaxt uşaqlar bunu səhv eləyir. Niyə? Elə bilirlər ki, amonim istəyəndə bizdən elə hər fərqli nitq hissəsi olanı mən gedib amonim götürə bilərəm. Xeyr, hər fərqli nitq hissəsi kimi gördüyümüz, hər fərqli mənalar verən sözlərim mənim amonim sayılmır. Əziz abituriyentlər, amonimin tərifi var və çalışın tərifi əzbərləməyə meyilli olmayın, o tərifi başa düşməyə çalışın. Necə? Baxın, tərifi necədir? Deyilişi, yazılışı, başlanğıc forması və vurğusu fərqli olub, yalnız leksik məna cəhətdən eyni olan